Ağayev Sevin, Baş Dövlət Universitetinin tələbəsiyəm, həmçinin də icra könüllüsüyəm. Burada hal-hazırda biz Konstitusiyamızın soyunluğunun 5 illiyinə həsr olunmuş ağız açma aksiyasında iştirak edən gənclərdən biriyəm. Fəal gənc kimi iştirak elədik. Burada həqiqətən bizim üçün çox xoş oldu ki, belə bir tədbirdə iştirak etmək həm gənclər üçün maraqlı oldu, həm də ki, dövlətimiz üçün daha verimli şərait yarandı. Biz gənclərlə birlikdə, bayraqlarla birlikdə irəlilədik və burada Damcılı mağarasına gəldik. Buranı gəzdik. Həqiqətən çox xoş oldu bizim üçün, belə xoş təəssürat bağışladı. Mən Ağayev Fünzalə. Bu günləri Göyəzən dağında olduq. Həmçinin ağız açma aksiyasında iştirak etdik. Biz bayraqlarla yürüyüş keçirdik. Ondan sonra burada Damcılı mağarasına gəldik. Bu bizim gənclər üçün çox gözəl bir görüş oldu. Bunun daha da burada artıq keçirilməsini çox istəyərik. 2025-ci il Konstitusiya və Suverenlik ili çərçivəsində Qazax rayon İcra Hakimiyyəti, Ağayev Dövlət Tarix Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax rayon Sosial-İqtisad Kollecinin tələbələri, könüllülər və digər tarix sevərlərlə birgə Qoruğun Göyəzən filialının ərazisində ağac əkmə aksiyası həyata keçirildi. Ağac əkmə aksiyasından sonra gənclər Göyəzən dağına bayraqlarla yürüyüş etdilər. Tədbirin yekununda gənclərə Qoruğun Damcılı filialında Damcılı mağara düşərgəsi haqqında məlumat verildi. Arxeoloji qazıntılardan tapılan eksponatları nümayiş etdirildi. Belə tədbirlərin əsas məqsədi milli tarixi abidələrimizi təbliğ etmək, gənclərin milli ruhda yetişdirilməsinə xidmət etməkdir.